Deməli, vəziyyət necədir? Vəziyyət gərgündür, vəziyyət pisdir. Allah hamımızın ölüb ölüsünə rəhmət eləsin, amma vəziyyət gərgündür. Biz görmüşük adam ölərini aparıb yuyarlar, kəfənliyərlər, götürürlər, bastırarlar, gəlib zakazı verərlər mənə. Biz də görmüşük ki, yazarlar ora familiya, ad, nə vaxt doğulub, nə vaxt ölüb. İndikilər nə istəyib? Bilirsən nə istəyib? Mənə deyir ki, mənim Instagram səhifəmi qurcuna. Instagram səhifəsində nə olsa yaxşıdır la? Ha? Ağrısız, kesiksiz, lazer. Ora gəlo! Bu qəbri görən adam keçəndə bunun yanından deməyəcək. Ay bu başdaşı düzəldən ölüb ölüsünə. Allah rəhmət eləsin. Deyəcək. Vallahi hələ mənə deyir ki, hashtaglər qoy ki, mənə qəbrimin üstünə gələn çox olsun. Gəlib yerdə like'lar eləsinlər. Sən o dünyada kimdir like eləyən ala? Hələ o günlərə 3-4 dənə qız gəlib. Mənə deyirlər ki, podruqamız barda rəhmətə gedib. Onun üçün bir dənə iPhone-dan başdaşı düzəldə bilərsiniz. Hə, iPhone-dan başdaşı. Neçə olsun? 9 olsun, 7 olsun. Ora gəlo! Bax, Razmer Hüseyindir. Biri gəldi ki, atam rəhmətə gedir. Onun üçün bir dənə dəniz panoramalı yer düzəldə bilərsiniz. Üzü dənizə bastırar. Hə? Hala üzü dənizə bastırırıq biz onu. Nə dedim? Bunun da ağlı bunlar qədərdir ki. Nə deyəcəm mən ona? Mən ona dedim ki, bir dənə təpədə yerimiz var. Onu da saxlamışam özüm üçün, atam. Mən də öləcəm də. Hamı öləcək. Düzdür? Hamı öləcək. Biri gəlməyə deyir ki, atam üçün. Bağışlayın, narahat edirəm, çəkilişkə deyir atam. Maşını pis yerdə saxlamışam. Mübarəkdir. Siparişimi verib çıxıb gedirəm. Getdim. Hə. Mən Allah önünüzə rəhmət Allah ölüb rəhmət atam eləsin. rəhmətə gedir. Ha. Deməli, bir dənə başdaş istəyirəm atam üçün. Belə qapı formasında olsun qəbir, qapı formasında. Qapısı da açıq olsun. Petləsi, o şimdi özün bilirsən də hamısı bütün qapı. Zama konusundan qoy, nə metr qoya? Bax da necə Ha, ya. məsələ. Nə məsələdir, nə edirsən sən açıq qapını? Deməli, Allah önünüzə rəhmət. Allah ölüb rəhmət eləsin. Rəhmətli atam. Həmişə elə oğlan olub ki, onun qapısı hamının üzünə açıq olur. Həri. Özü də rəhmətə gedənlər Allahın nəvzə rəhmət eləsin. Mənə dedi ki, son vəsiyyəti oldu ki, mənə qəbrimi açıq qapı formasında elə. Atam, mən sən başa Çünki bax üstümə gələnlər qoy həmişə görsünlər ki, mənim qapım hamının üzünə Atam, açıq. mən sən başa düşdüm. Bir həftəyə. Get bir həftəyə gəl, yine qapı hazırdır. Gəl qapını götür. Qapını götür neydi? Allah gəl başdakıya bax günəndə la. Get. Allah atonun qapısını açıq eləsin. Allah atonun qapısı açıq eləsin. Gördün? Bax mən gör nə təkirəm abacı. Bildin mən nə təkirəm burada. Oyun biri gəlib mənə deyir ki, mənim qəbrimi liftlə düzəlt. Knopkaya basayım. Düşək aşağı. Kişinin yanında ağlayaq, özümüzü zıraq, dağı. Sonra knopkaya basaq, qalxaq yuxarı, liftlə tezdən çıxar gedək evimizə, eşimizə. Biri mənə deyir ki, başdaşını elə düzəltdir ki, belə eləyəndə böyüsün. iPhone-dur bu belə eləyək böyüsün. Biri deyir atam üçün laf story düzəltdir. Allah saat onu laf eləmirsən onu story eləyək. Nazgilərimi xərab eləyirlər mən. Neysə. Hala o gün liftli başdaşı düzəltdiyin başdaşda lift xarab olub cama qalıb içində. Sən axtarın. Mən dedim dala o dünyaya gedən qayıtmır. Mən dedim dala liftsiz eləyim bunu. Bu kişinin seçilin qoyun yerinə bilək kimi düzəldirik biz. Mən bir dənə o lift əlini eləyim gələ. Bacım uzağa getmir.